Burada artıq Peyğəmbərimiz cehiz məsələsini işarə edir. Peyğəmbərimiz buyurur, gözəl xanımlarla birindən evlənin, nikahınız olsun ki, sabah siz, məsələn, evləndiyiniz zaman sabah qadın öz malı ilə gəlsin. Yəni, bu artıq el arasını desək, cehizə işarə edir. Adətən xanım, qız tərəfləri cehiz verirlər və cehizin nəticəsində evlilikləri daha da məşiyyətləri, yəni yaşayışları daha da nədir? Hasanda olur. Bəli, bəzi insanlar ola bilsin, şərh bölmələrində bizə desinlər ki, bəs əgər cehizi olmayanlar necə? Əvvəla bunu qeyd edeyim ki, mömin heç vaxt cehiz peşində olmaz. Mömin əgər bir qadını sevsə, gərək nədir? Qəlbdən sevsin, Allah üçün sevsin.